ötən il daha çox Bakıdan, Abşerondan və az öncə vurğuladığım Şirvan və Biləsuvar rayonlarından özəl bağçaların müraciətləri qeydə alınmışdı. Bu il coğrafiyada daha çox rəng var və say olaraq biz daha çox say deyə bilərik. Bizə Bakı ilə yanaşı Abşeron, Sumqayıt, ötən il məsələn Sumqayıtdan bizə müraciət demək olar nəzərə alınmamışdı. Bakı, Abşeron, Sumqayıt az öncə vurğuladığım kimi bunun kənarında Xaçmaz, Biləsuvar yenə də var, Şirvan, Lənkəran, bu və başqa əslində rayonlarda var. Bu il coğrafiya bir qədər daha genişlənir və regionların da biz müsabiqədə iştirak etmək istədiyini görürük. Bizim qrant proqramının əsas fəlsəfəsi bildiyiniz kimi, az öncə də vurğuladığım kimi valideyn dövlət özəl maliyyələşmə modeli əsasında uşaqların təhsil haqqlarına dəstək göstərməklə onların məktəbə qədər təhsilə cəlb olunmasıdır. Bu nə demək olur? Bu demək olur ki, əgər bağçada nümunə üçün mən bunu simvolik bir rəqəm bildirəcəm. Əgər bağçada 300 manat özəl məktəbə qədər təhsil müəssisəsində təbii ki 300 manat aylıq təhsil haqqıdırsa, biz onun 250 manatlıq hissəsini ödəyirik və yerdə qalan 50 manat valideyn tərəfindən ödənilir. Biz məbləği konkret təyin etmişik. Ən azından bu il üçün bu rəqəm belədir və ötən ildə biz 250 manat aylıq təhsil haqqını vermişik. Bilirsiniz, burada dəyişən hissə bağçanın özünün təhsil haqqıdır. Bağçalar 300 manata, 350 manata, 400 manata, təbii ki, mənim dediyim bütün bu rəqəmlər, bütün bu məbləğlər hamısı şərti məbləğlərdir. Dediyim qiymətlərlə çıxış edə bilirlər və hansı qiymətlə təhsil xidməti verməsinə asılı olmayaraq biz onun 250 manat olan hissəsini tənzimləyirik. Amma bu zaman bizim əlavə bir tənzimləmə mexanizmimiz də vardır. Biz o bağçaların qrant proqramında iştirakını təmin edirik və onlara bir növ dəstək veririk ki, onlar bizim proqrama müraciət eləsinlər. Onlar bizə aylıq təhsil haqqını 500 manat təklif edirlər. Yəni bizim qrant proqramımıza iştirak tələblərindən biri də aylıq təhsil haqqının 500 manatdan yuxarı olmamasıdır. Bu bizim aldığımız geri dönüşlərdən və apardığımız ilkin təhlillərdən, amma bu təhlillər proqramdan sonra daha detallı aparılacaqdır. Biz görürük ki, ola bilər ki, bağçanın təhsil haqqı daha yuxarı qiymətdə, ancaq o bir növ bu prosesdə iştirak etmək üçün təhsil haqqını endirərək bizə müraciət edir. Yəni, maksimum təhsil haqqı ola bilər 500 manat, 400 də ola bilər, 300 də ola bilər, 250 manat da ola bilər. Bu artıq bağçadan asılıdır, amma bunun yuxarı tavanı 500 manatdır və onun 250 manat hissəsini dövlət ödəyir hər ay hər bir təhsil alan üçün.